Babək Həsənzadə, təhlükəli səhnələr aktyoru. Əslində o tam fərqli bir ixtisas üzrə təhsil alsa da, rejissorların axtarışında olduğu peşəkar kaskadyordur. Agah olun ki, Adanalı, Ezel kimi məşhur türk seriallarında təhlükəli səhnələrin öhdəsindən məharətlə gələn kaskadyor Babək Həsənzadədir. Hətta rekordları alt-üst edən Qurtlar Vadisi Pusu, Qurtlar Vadisi Fələstində də ən qorxulu səhnələrin əsl yaradıcısı həm yerlimizdir. Bunlar da hamısı deyil. Babək Həsənzadənin sorağı artıq Hollywooddan da gəlir. Bu sadəcə gəlişi xoş söz deyil, real faktdır. Artıq 22 yaşlı istedadlı həmyerlimiz Taken 2 filmində əsas rollardan birini ifa edib. Özü də aktyorluqla yanaşı filmdə məşhur aktyorların belə edə bilmədikləri çətin trükları gerçəkləşdirib. Polad kimi qorxmaz, yenilməz edən ən riskli səhnələrin gizli qəhrəmanı da elə Babəkdir. Məşhur filmlərin səhnə arxası görüntüləri, görünən kadrların görünməyən izləri az sonra bizim gündə. Bəs görəsən cəsarəti və istedadı ilə məşhurların şöhrətinə şöhrət qatan bu gənc kimdir? Qorxu və həyəcan dolu anların mahir ifaçısı, çox istedadlı Babək Həsənzadəni daha yaxından bizim gündə tanıyacaqsınız. Qarşılayın.